Bestsellerlər müəllifi Varis Yolçiyev Şimal zonasının ilk kitab festivalı olan 1-ci Quba kitab sərgisində yerli oxucularla görüşüb. Yazıçının əsərlərinin yaranma, tarixçələri və müxtəlif mövzuları əhatə edən nitqi oxucular tərəfindən maraqla qarşılanıb. Qubalarla hər bir görüş çox xoşdur. Deyəsən, hardasa bir 3-4 il qabaq görüşmüşük sizlərdən. Görüşdə yazıçı müasir dövrdə dünya ədəbiyyatının aparıcı tendensiyaları və müəllifi olduğu əsərlərin məqsədi barədə oxuculara bilgi verib. Varis Yolçiyev həmçinin gələcək planlarına söz açıb, ona ünvanlanan sualları cavablandırıb, maraq doğuran mövzuları oxucularla birgə müzakirə edib. Bir neçə gündür ki, Qubada kitab bayramıdır. Azərbaycan Nəşriyyatlar Assosiasiyası belə bir tədbir keçirir və bizə də çox xoşdur ki, biz burada iştirak edirik. Bu günləri oxucularla görüşüm oldu. Qubalılar ümumiyyətlə kitab oxuyanlardır. Yəni, həqiqətən kitaba böyük sevgiləri var. Oxucuların içində həm tələbələr var idi, şagirdlər var idi, həm iş adamları vardı, ümumiyyətlə ziyalılar var idi. Çox xoş idi ki, və hamısı da bol-bol kitab almışdılar və kitab imzaladırdılar. Bu, əlbəttə, böyük bir şeydir. Bugün 3-cü minillikdə insanlar kitabdan ayrı düşürlər və belə bir vaxtda kitaba sevgi göstərən hər bir kəs qəhrəmandır. Sonra kitabların nəşr olunduğu Xan Nəşriyyatının stendində imza mərasimi keçirilib. Tədbirin sonunda yazıçı oxucular üçün kitablarını imzalayıb və onlarla şəkil çəkdirib. Xatırladaq ki, layihə və sərginin informasiya dəstəyi Qafqaz TV 525-ci qəzet, həmçinin ədəbiyyat və incəsənət az tərəfindən təmin olunub. Çingiz Qədimli üçün Şuşalı Qafqaz TV üçün.